Salam millət, necəsiz? Mən nə oldu be, belə başım xarab oldu. Saat 12-yə qalıb. Düşündüm ki, Dəyanət, sənin 80.000 izləyicin var YouTube-da. Mən də belə baxıram. Mən kameram olmadı da düzəmə. Nəysə. Sənin 80.000 izləyicin var YouTube-da. Sən izləyicilərin üçün nə üçün video çəkmirsən? Düşündüm. Və yerimdən qalxan kimi dedim, Dəyanət, video çəkəcəksən. Sən öyle editləyib eləyən deyiləm, Allah'ım da olsun. Kim baxır, baxsın, kim baxmır, baxmaz. Axot yox, deyək qaqa. Mənim vaxtım olmur. Mən günün 12 saatını işləyirəm. Harada işləyirsən, sual verəsiniz. Serbiyada kuryer işləyirəm. Günün 12 saatını çalışıram. Həm bir gəncin bir ölkədə həyat mübarizəsini sizlə paylaşmaq istəyirəm. Bəlkə 2 il, 3 il sonra bu videolara baxıb, o Dəyanət, haralara gəlmirsən. Hisslərini sizə yaşatmaq istəyirəm. Sizə də o motivasiyanı vermək istəyirəm. Maddi sizə gücüm olmasa da, mənəvi sizə dəstək olmaq istəyirəm. Düzdür, bəziləri çox vaxt mənim yanımda olmadılar. Nə mənada, mən Nefslərdə, Nərmanovda pul verib məşq elətdirirdim, hədiyyələr verirdim. Onda məni takip edirdilər. Amma indi məni takip eləmirlər, takipdən çıxıblar. Amma eyb yoxdur, mən yenə də sizə dəstəyəm, yanınızdayam. Ona görə də istəyirəm ki, belə başıma gələn hadisələri paylaşım sizlə bir yerdə. Nə bilim, gün ərzində videolar çəkim. Ən azından əziyyətim var da bu kanalların üstündə. İstəmirəm bu kanallar da itsin, batsın. Ən azından mənim üçün bir xatirə olar. Bəli. Nə bilim, kuryer işləyirik də burada. Gün 12 saatını çalışıram. Məşqə də gedirəm bu arada. Burada idmana da gedirəm. Mən xoşum gəlmir belə uzun video çəkməklərdən. Nə danışacağımı bilmirəm. Nə danışım? İstəmirəm arada boşluq qalsın ki, onu da kəsmək məcburiyyətində qalım. Necə səmimiyəm, görsən. Ayda mən bura baxmaq yadımdan çıxır. Belə qabaq kamera ilə çəkirəm deyə özümü götürüb bura baxıram. Belə. Çöldə də yağış yağır. Məlumatı niyə verdim, heç özüm də bilmirəm. Dediyim kimi də, yəni editləməyim deyə ağzıma gələn danışacağım. Axotum yoxdur editləməyə, Allah ki, axotum yoxdur. Otur kapkata qoy, kapkatda onu kəs, beat, nə bilim, effekt ver. O da ki, telefon donub eləyirdi onda da. Nəysə, belə, qoqamız məşqə gedir axı. Yox, məşqə gedirəm ya, qidalanma zəifdir. Qidalanma zəifdir. Qidalanma yoxdur. Günə 1-2 dəfə yeyə bilirəm, o da yox. Qardaşım, bura ev deyil ki. Bura sən burada xaricdəsən. Ayda, zaryadkam qutarır. Neçə faiz qalıb ki, bir baxım. 45%. Sən burada xaricdəsən, qardaşım. Sən burada gün 12 saatını işləməlisən. Serbiyada gün 12 saatını işləməlisən ki, qazancın olsun. O da günün 12 saatı mənim maşında keçir. Bir dənə zorla zapravka axtarıram ki, tualetə gedəm. Yəni, o dərəcə. O dərəcə yəni. Ona görə də qidalanma da zəif olur. Gündə bir dəfə yeyə bilirəm ya yox yəni. O da ki, evdən yemək tez götürüb gəlib maşında yeyirəm. Su amma su heç də su maşındasan da, yəni içirəm. Maşın günə bir 2000-2500 dinar hardasa yandırır. Benzin yandırır. Parkovka problemim yoxdur şükür. Yəni istədiyim yerdə deyəndə temalarımı bilirəm də, harda parkovka eləyə bilərəm, necə parkovka eləyə bilərəm. Polis mənə sağ olsun, yola verir, yəni çox da eləmir, necə deyim. Əsas sənədlərin, dokumentin yerində olsun, kifayətdir. Yoxsa, sən bəhməncə sürdün, beləcə sürdün, eləcə sürdün. Təbii ki, demirəm, get protiv gir, get qırmızıdan keç, piyadaya yol vermə, elə yox. Yəni, ən azından, adam balası kimi normal sürürsən, heç kimsə heç demir, yəni. Mənə də indiyənə qədər ancaq şeyə görə saxlayıblar, nədir onun adı? Dokumentə görə saxlayıblar, başqa heç nə. Bu videoya da baxsaz, nəqşə düşür burada. Tualetdə hamamda həm səs qəşə düşür, həm də görüntü qəşə düşür. Mən də bu videonu izləyirsinizsə, takip atın, dəstək olun. Buradan 10 il sonra özümə səslənirəm. Dəyanət, 10 il sonra bu videoya baxıb haralarda olacaqsan, görəsən, nə işlə məşğul olacaqsan. Yaxşı bir imkanın olacaqsan, yaxşı bir nailiyyətli bir ilmi olacaqsan, bilmirəm. Şükür Allah, nə olub, mən indi də nailiyyətliyəm. İşləyirəm, yaşayıram.
Amma adam ürəyi istəyən kimi yaşamaq istəyir. Adam istəyir ürəyi istəyən kimi belə olsun. Bilmirəm. Siz nədir? Sizin fikirləriniz, planlarınız nədir? Onu da mənə deyərsiniz zəhmət olmasa. Serbiya ilə 3 saat aramızda fərq var bu arada. Mən həmişə izləyicilərimə demişəm, mən şirkət deyiləm. Mən maddi dəstək göstərə bilmirəm, amma mənəvi dəstəyim sizə nə ola bilər? Siz gəlib burada rahat şəkildə şirkət tapasınız, işləyəsiniz. Mənim gəlib işlədiyim şirkətdə də işləyə bilərsiniz. Mən əlimdən gələn qədər sizə dəstəyəm. Bu dəstəyin də qarşılığında sizdən heç nə istəmirəm. Mən tualetdə çəkirəm videonu, bilmirəm. Nəysə, işıq qəşəng düşür axı burada ona görə. Təzə lampa almışam. Qəşəng çəkir. Qəşəng vurur. Nəysə. Məni takip edəsiniz, dəstək olasınız. Belə. Başqa nəsə suallarınız olsa, şərhlərdə yazarsınız. İndən sonra çalışacağam ki, belə daimi olaraq video atım. Ekran koruyucu açılıyor, görüntüyü geri yükləmək. Nə deyir bu? Nəysə. Bu nə öz-özünə belə şey deyir? Nəysə. Mənə dəstək olarsınız, takip atarsınız. Başqa nəsə suallarınız olsa şərhlərdə yazarsınız. Muskulum 2 dəqiqədən bir reklam ediniz. Muskul da yoxdur. Bu nədir ya? 2-3 ildir məşq edirəm, bir nəticə əldə eləyə bilməmişəm. Amma eybi yoxdur, davam. Dakanca axıra qədər. Bildiniz nətər? Yəni, bugün ağrı, sabah nəticə nə deməkdir? Bilirsiniz nə deməkdir o? Bugün ağrı varsa, sabah nəticə əldə eləmirsən. Bugün işləyib, bir aydan sonra maaş alırsan. Onun kimi bir şeydir. Bugün ağrı, bugün əzab, əziyyət, sabah nəticə. Nəticəsini sonra görürsən. Sən məşq eləyirsən. Sabah görürsən ki, bugün əzələn məşq eləmirsən. Əzələn qəşəngdir, belə şişibdir. Amma sabah yuxudan durursan ki, o yoxdur. Amma bir aydan sonra görürsən ki, formaya düşmüsən. Bax, onun kimi bir şeydir. Bugün əziyyət, sabah nəticə. Ona görə də zad eləyin, nədir onun adı? Neyinin? Davam eləyin, çalışın. Şey eləməyin. Yorulmayın, bezməyin. Nə bilim. Bu həyata nəyə gəlmişsə, əzab əziyyət çəkməyə gəlmişik hamımız. Amma kim ki əziyyət çəkəcək, kim ki şikayətlənməyəcək, nəticə əldə eləyəcək. Mən də çalışıram ki, şikayətlənməyim. Həmişə şikayətlənirdim, belə elə. Amma görürəm ki, şikayətlənməklə bir şey əldə olunmur. Ona görə də həyatıma davam edirəm. İşləyirəm, əziyyət çəkirəm. Və mənə də bu yolda dəstək olanlara hər birinə minnətdaram. Belə, şey eləyin, nədir onun adı? Takip atarsınız bu videoya. Editləməyəcəm, axotum da yoxdur. Kim istəyər 7 dəqiqə axıra qədər baxar. Kim istəməz keçər, kim istəyər takip atar, kim istəyər takip eləməz. Allah hamını canı sağ eləsin. Müğayət olun. Serbiya Belgraddan öpeyişin hamınıza. Kamera edeyim, hamınıza öpeyişin. Razin uşaqları. Dəstəyinizi görmürəm, qardaşım. Montin uşaqları, Vasmoy neftçilər uşaqları, Xalqlar uşaqları, Əhmədli uşaqları, Encez uşaqları, Nərmanov uşaqları, haradasınız? Niyə görmürəmsə, səsiniz gəlmir. Eləcə də o bir uşaqlar. Müğayət olun.